Məmmədov 10 İqor İvanoviç və 19 Nurlan Novruzov. Komandanın baş məşqçisi Adil Şükürovdur. Azalın heyəti Stanislav Damaşko 2, Rail Məlikov komandanın kapitanı, Tural Hümbətov 3, 24 Emin Cəfər Quliyev. Burada pauza verəcəm. Çünki bayram münasibəti ilə püşk atma bir qədər fərqli keçirilir. Bütün oyunlarda, bu turda keçirilən bütün oyunlarda bu cür görüntülərin şahidi olur. Rail Məlikov və Rəşad Abdullayev yumurta döyüşdürdülər, püşkü bu cür atdılar. Və qeyd eləyək ki, bugünkü oyunu Ömər Paşayevin rəhbərliyi etdiyi Hakimlər Briqadası idarə eləyəcək. Mehman Mahmudov, Vüqar Bayramov yan xəttdə ona kömək eləyəcəklər. Oyunun 4-cü hakimi Mahir Məmmədovdur. Və Interin heyətində bugün kimlər var? Hal-hazırda isə həmin qeyd etdiyimiz o maraqlı anın şahidi olacaq. Emin, mənə elə gəlir ki, Bahar Bayramında çox qeyri-adi və maraqlı bir ana şahidlik eləyəcək futbol sevərlər. Kamran Ağayev və Tural Cəlilov artıq həmin yumurta döyüşünü həyata keçirirlər. Görək bu mübarizənin qalibi kim olacaq və Kamran Ağayev ilə Tural Cəlilovun həmin yumurta döyüşü mübarizəsindən kim qalib ayrılacaq? Mənə elə gəlir ki, Tural Cəlilov qalib ayrıldı. Çünki məhz seçim ona verildi. Ya meydanı seçəcək, ya topu seçəcək.